Duz təzyiqi qaldırır. Səhiyyə Nazirliyi Elmi Tədqiqat Kardiologiya İnstitutunun direktoru professor Gülnaz Dadaşova səhiyyə.gov.az saytına verdiyi müsahibədə ürək xəstələri necə qidalanmalıdır sualına cavab verib. Mütəxəssis qeyd edib ki, doğru qidalanma ürəyə düşən yükü azaldır, damarların sağlam qalmasına kömək eləyir və təzyiqi xolesterini normada saxlamağa yardım eləyir. Həddindən artıq duz istehlakı təzyiqi qaldırır və ürəyə əlavə yük salır. Həmçinin yemək bişirilməsində heyvani yağlardan istifadə damarların daralmasına səbəb ola bilər. Daha çox bitki yağlarına, zeytun, günəbaxan və ya katan yağına üstünlük verilməlidir. Qızartmadan daha çox yeməyi suda bişirmə, sobada hazırlama, buğlama daha faydalıdır. Həmçinin həftədə ən az 1-2 dəfə balıq yemək tövsiyə olunur. Çünki omega-3 yağ turşuları ürəyi qoruyur, damarları elastik saxlayır deyə Kardiologiya İnstitutunun direktoru bildirib. Gülnaz Dadaşova əlavə olaraq qeyd edib ki, gündəlik rasionunuz vitamin, lif və minerallarla zəngin, tərəvəz və meyvələrdən ibarət olmalıdır. Lif xolesterini aşağı salır, bağırsaqları yaxşı işlədərək orqanizmi təmizləyir. Ağ çörək və şirniyyat yerinə kəpəkli çörək, qarabaşaq, yulaf, qəhvəyi düyü daha faydalıdır. Bunlar həm toxluq verir, həm də ürəyə yük salmır. Qırmızı ətin miqdarına diqqət yetirməkdə fayda var. Əti tam qadağan etmək lazım deyil və daha çox toyuq, hinduşka, balıq seçmək daha düzgündür. Şəkər və şirniyyat istehlakına diqqət yetirmək lazımdır, çünki çoxlu şirniyyat və şəkərli qidalar ürək-damar sisteminə mənfi təsir edir və artıq çəki yaradır. Ona görə də şirniyyatı minimuma endirmək lazımdır. Həmçinin maye qəbulunu nəzarət etmək lazımdır. Ürək çatışmazlığı olan xəstələr bol maye qəbul etdiyi zaman ürəyin yükü artır. Belə hallarda həkimlə razılaşdırılmış miqdarda maye içmək vacibdir. Lakin sağlam ürək xəstələri üçün təbii su içmək faydalıdır deyə professor vurğulayıb.